bu 44 günlük müharibədəki qələbədən sonra bu bilirsiniz, bu qələbə bizə elə bir ilham verdi, elə bir əzm verdi ki, artıq həm kinostudiyanın direktoru Nərman müəllim, həm bütün hamımız İlqar, biz qərara aldıq ki, mütləq artıq indi istehsalata buraxılmalıyıq. Amma proses doğrudan da çox çətindir. Çünki təsəvvür edin ki, 2020-ci ildə istehsalata buraxılan film 2025-ci ildə hazır oldu. Demək olar ki, 6 il, çəkilişlər ümumiyyətlə bu 6 il ərzində, amma bütün, demək olar ki, Qobustan, Quba, Qusar, Qax, Zaqatala, Bərdə rayonlarında, Bakı şəhərində və Şuşa şəhərində aparılıb. Şuşa şəhərində ilk bədii film çəkilişləri bizim filmimizin çəkilişləri olub. Şuşa şəhəri alındığından 8 ay sonra. Bu sadə film deyil, bu kino romandır. Bu böyük bir filmdir, bu çox fərqli filmdir. Bu film Türkiyədə kimi mükafat alındı. Ən yaxşı film və ən yaxşı operator işidir. Bu Golden Horn film. 5-ci Golden Horn beynəlxalq film festivalı. Əlbəttə planlar var bizdə, amma bu bilirsiniz, bu film festival üçün deyil. Bu film ancaq bizim xalq üçün. Bu film üçün mən bilirdim ki, mən Azərbaycan musiqiyə müraciət eləməliyəm. Çünki ruh onu tələb eləyirdi və mövzu onu tələb eləyirdi. Və təbii ki, mən tarın səsini istifadə elədim, balaban səsini istifadə elədim və klassik musiqiyə müraciət elədim, orkestr musiqisinə. Demək olar ki, filmdə müasir musiqidən az bir notlar var. Elektro-gitaradan mən spes effektlər yaratdım, mənim öz stilimdən istifadə elədim biraz. Amma demək olar ki, filmin əsas mövzunu mən simfonik orkestrla yazdırdım. Film təkcə Xocalı hadisəsini açmır. Filmdə əsas, yəni qəhrəmanların başlarına gələn hadisə, bəli, bir gün ərzində 26 fevral, 92-ci ilin 26 fevralında baş verir. Amma bununla yanaşı baş qəhrəmanın xatirələri hesabına biz həm də Qərbi Azərbaycandan Azərbaycanlıların qovulması, qafandan qovulması, sonra Sovet dövründə hələ, yəni 10 illərlə ondan əvvəl erməni separatçılarının bunlara, bu hadisələrə hazırlıq işlərinin görülməsi və nəhayət sonda Şuşanın alınması, yəni 44 günlük müharibəni, bunları da görürük. Yəni film təkcə Xocalını deyil, bəli, bir çox məsələlərə toxunur. Çox təşəkkür edirik sizə.